Herkese selam. Bugün sizlerle son günlerin trendi olan tembel mantısını bölüşürüm. Hazırlanması çok rahat, tadı ise klasik mantıdan hiç de geri kalmır. İlk olarak 300 qram qiymaya 2 adet soğan çekip əlavə edirik. Yarım dəstə keşnişi xırda doğrayırıq. Üzerine duz ve istiyot əlavə edib yaxşıca yoğururuq. Hazır kütlədən fındıq böyüklüyündə ətlər götürüb yuvarlayırıq. Bir qaba un, digər qaba isə su əlavə edirik. Küftələri hissə əvvəl una, sonra isə suya batırırıq. Bu prosesi 4 dəfə təkrarlayırıq. Daha sonra mantıları 1-2 saat qurumağa qoyuruq. Qazanda su qaynadıb duz əlavə edirik və mantıları suya salırıq. Ara sıra qarışdıraraq pişiririk. Hazır olduqdan sonra servis edirik. Üzərinə sarımsaqlı qatıq və kərə yağında qovulmuş nanə əlavə edirik. Dadı inanılmaz ləzzətlidir. Hazırlayan hər kəsə nuş olsun.